Babək filmi haqqında məlumat. Azərbaycan kino tarixinin ən möhtəşəm və geniş miqyaslı tarixi filmlərindən biridir. 1979-cu ildə çəkilən bu ekran əsəri xalq azadlıq hərəkatına rəhbərlik etmiş sərkərdə Babək Xürrəminin həyatından və apardığı mübarizədən bəhs edir. Film, Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatını əks etdirir. 20 ildən artıq davam edən qanlı döyüşlər, Ərəb xilafətinə qarşı dirəniş və daxili xəyanətlər üzərində qurulub. Film, döyüş səhnələrinin miqyasına görə fərqlənir. Çəkilişlərə minlərlə əskər və atlı cəlb olunmuşdu. Bu film, Rasim Balayevin Nəsimidən sonra ən böyük və yadda qalan obrazlarından biridir. Çəkilişlərin bir hissəsi Naxçıvanda və filmin ruhuna uyğun olan dağlıq ərazilərdə aparılmışdır. Babək filmi sadəcə bir bioqrafik əsər deyil, Azərbaycan xalqının milli azadlıq ruhunu və qəhrəmanlıq tarixini təbliğ edən ən güclü ideoloji nümunələrindən biridir. Film həm keçmiş SSR məkanında, həm də bir çox xarici ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbət qazanmışdır. Filmin gəliri 1 milyon olmuşdur və film SSR ali mükafatına layiq görülmüşdür.